Mən indi Nabatet bağındayım uşaqlarla. Bilməyənlər üçün bu videonu çəkirəm. Nabatet bağında bax bu cür gördüyünüz yekə bir oranjereya var. Amma ora daxil olmaq üçün sizin girişdə əldə etdiyiniz bilet kifayət deyil. Hazır olun ciblərinizi biraz da açmaq üçün. İçəri daxil oldunuz, sizi göndərəcəklər yenidən çıxışa ki, oradan bir də 2 manata adam başı bilet alasınız. Yəni bu müasir oranjereyaya daxil olmaq üçün əlavə 2 manat gərək pul xərcləyəsiniz. Mənim kimi səhv eləməyin, əgər bura girmək istəyirsinizsə, bəri başdan hazırlıqlı olun. İndi də gedək görək içəridə nə var, nə yox. Necür bu belə müasir oranjereyadır. İmkan versinlər, icazə versinlər, sizin üçün çəkərəm. Nəhayət ki, daxil olduq bu oranjereyaya. Baxın, görün necə gözəllikdir bura. Bu cür nə maraqlı var belə. Cürəbəcür, bax, belə bitkilər var burada. Bax, ümumiyyətlə, bax, belə bir gözəl bir yerdir. Davay. Getdik qabağa, uşaqlar. Qabağa. Bax, belə gedirik. Deyirəm də, hələ birdən-birə cungliyə düşmüşük. İnandırım sizi, mən ümumiyyətlə bu Nabatet bağını çox sevirəm. Özümün uşaqlığım, cavanlığım məhz bu Nabatet bağında keçib. O qədər mən məlumatım var, o qədər mən məlumatlıyam bu Nabatet bağı haqqında. Day burada nələr olmayıb, nələr olmayıb. Bir dəfə Allah qoysa, üzü yaza gedəndə, daha doğrusu yaya. Mənim fikrim var, gəlin buranı pillə-pillə, addım-addım gezim və hər o addımlardan sizə bir maraqlı bir hadisələr danışım. Aralarında qorxulu hadisələr də var. Aralarında məzəli, gülməli də var. Arasında elə bir hadisələr var ki, hansından ki sonra insanlar düşünmək istəyir. Neysə, gözləyin, izləyin. Həmçinin də mənim Instagram səhifəmi daha çox izləyin. Orada daha çox maraqlı və ətraflı məlumatlar olur. Qəlbdən qəlbə, Nabatet bağından bu qədər.